Salam dostlar, bugün sizə layihəmizdən qısa bir məlumat göstərmək istəyirəm. Artıq işıqlar qoşulub. Burada on-off-dur, dali işıqlandırmadır bəzi zonalarda. Dali deyəndə nəzərdə tutulur? Yəni həm dimiri var, həm on-off-u var, həm qruplaşdırması var və əsas məsələ bizim idarəetmə panellərimiz. Bu kondisioner şirkətinin avtomatik standart qoyduğu pultdur. Görürsünüz ki, pult qoşulu deyil. Bu bizim ABB idarəetmə pultumuz indi iş gedir deyə hələ kimin üstünə bağlamışıq. Amma temperaturu görürsünüz 23. İşıqlar və biz o işıqların da üstünə sınay atacaq. Yəni sözsüz mən həmişə demişəm. Yəni evdə ağıllı ev olduğunu göstərən ən əsas funksiya, ən əsas qavadanlıq evdə idarəetmə paneli olmasıdır. İdarəetmə paneli yoxdursa, standart elektrik açarlarında məsələn bizdə də var. Biz də layihədə nəzərdə tutmuşuq. Yəni elektrik açarlarının olması evin ağıllı olduğunu göstərmir. Bu sadəcə elektrik açardır. Yəni bunu heç kim görmür ki, bu arxa fonda hara data göndərir, nə informasiya eləyir. Amma idarəetmə paneli və funksionallıq, yəni bizdə bu idarəetmə panelində, yəni çıxarım. Bizdə bu idarəetmə panelində 6 buttondur, 6 knopkalıdır. Yəni hərəsinə bir funksionallıq əlavə etmişik və istədiyimiz funksiyasını idarə edə biliriz. Hətta kondisionerin də bunun üstündə, istədiyi də bunun üstündədir. Bütün funksiyaları idarə edirik. Hələ dimmerlər də qoyulacaq və müştərinin istəyinə əsas əlavə funksiyalar da əlavə olacaq. Və ən əsas məsələ gələk ikinci mərtəbəyə qoyduğumuz ana idarəetmə panelinə. Məsələn, bu bizim Control4 Premium segment idarəetmə panelidir. Baxın, mən də olduğum otağın işıqlarını yandırmışam. Məsələn, görürsünüz. Və indi adlandırmanı hələ adlandırmamışıq, test mərhələsindədir. Yoxlayırıq. Saniyə məsələsi, işıqlar idarə olunur. Məsələn, ola bilər arxadakı, məsələn, siz arxada işıqların yanmağından, məsələn, o da işıqların yanmağından hiss edirsiniz ki, vəziyyət necədir. Və məsəl üçün, biz müəyyən işıqlarımız məsələn sönüydülər. Biz ümumiyyətlə bilmək istəyirik ki, olduğumuz yerdə hansı işıqlar var. Burada klik edirik. Aktiv işıqları göstərir bizə. Məsələn, saxlanıc, bizə saxlanıc var və serverin qabağında testdə müvəqqəti işıq var. O, məsələn, işıq sheet. Baxın, gəlin sizə belə göstərək. Və saxlanıc. Hamısı söndürdü. Görürsünüz ki, ekrandan söndü. Niyə? Çünki olduğumuz otaqda olan bütün işıqlar söndü. Aktiv işıq olmadığına görə boş göstərir. Əgər aktiv işıq olsa, məsəl üçün, iki yer işığı andırıb, məsələn, aktiv işıqlar var. Həmin yer görəndə müştəri avtomatik görür ki, aktiv işıqlar hansılardır. Yəni, bütün səhifəni all gelib, bütün səhifəni qrupaya belə hissəsinə getdi və all. Bütün səhifələrdə belə fırada gəzməyə ehtiyac qalmır ki, görüm hansı otaqlarda, hansı işıqlar yanırdılar ki, onları söndürüm və s. nəsə idarə edim. Hansı işıqları yandırırıqsa, qrupu deyək. Biz artıq görürük ki, ancaq yanan işıqlar onları söndürə bilirik və artıq vaxt itkisinə ehtiyacımız qalmır. Və otaq seçirim. İndi bizdə otaqların adını belə qoymuşuq. Amma əlavə çox funksiyamız var. Məsələn, ana ekrana gəlirik. Bizim lighting etapımız var. Hansı ki, içində bütün işıqlandırmadır. Bütün işıqlandırmanı, indi bu rooma girmişik, olu verək və olu verəndə bütün otaqlara girə bilirik. Məsələn, biz otaqların hamısını seçə bilirik, hansı otağa girəcəyik və məsələn, komfort verir. Komfortda bizdə içəridə mövcud şəraitdə olduğumuz yerin temperaturu görsənir. Temperatur və s. bütün danlılar. Əlavə floor key, AC. Məsələn, burada görürsünüz 21.7 və indi bu sönüydü. Məsələn, gəlin sizə bir şey göstərək. Bunu məsəl üçün qoşaq. Mod və qoyaq məsəl üçün məsələn qoyaq cooling. Mənim səsim gəlir yoxsa gəlmir, avtomatik qoşuldu və indi siz datanı bizim Mitsubishi panelimizə verəcək və mövcud temperatur, məsələn, gözümüşük 21 dərəcə, otağın temperaturu 27 dərəcədir. Biz oradan rejimlərini də hamısını dəyişə bilirik. Yəni, bu profesional sistemdir, yəni bu belə də olmalıdır. Sadə sistemlər artıq öz dövrünü keçib. Qısa sözdə gəldi. Özdə gəldiyin ki, vaxtında 21 dərəcə və hətta feedback bizə gəlir oradan temperaturunu dəyişək, tutaq ki, qoyaq 26 dərəcə. Gözünüzə estetik və səlqəli bir dizaynı var. Hətta biz buradan idarə edə bilirik. Və avtomatik datamız, məsələn, indi otağın temperaturu 26, biz 26 qoyduq, 26.14. Mövcud 21'dir.
Görürsünüz dəyişdi. 26.5, 26.5, 26.3. Şimdi biraz progression işi var, o problem deyil. Və söndürəndə də bizlərə datası göstərəcək. Və hətta əlavə biz şadrlarda əlavə qurulu şadrlar yarada bilirik ki, məsələn öz proqramımız üzərindən ki, hansı vaxtda sistem nə etsin. Yəni əlavə belə deyək, müştərinin özünün öz lokal ssenarilərində yarada bilir. Və əlavə olaraq çıxırıq, məsələn Connex termostat. Connex termostat bizdə budur, indi adını dəyişəcəyik. Test mərhələsində yazmışıq. Məsəl üçün qoşuruq, bu bizim istipola, işıqlara, kondisionerin özünə də idarə ediləndir. Məsələn qoşuruq komfort rejimində istilikdə. Artıq göstərir ki, 24 dərəcə biz qoymuşuq və 23.4 otağın temperaturudur. İndi üstü bağlıdır. Temperaturu düz göstərmir, amma ki, baxmışsınız 23.4 və 24 dərəcədə qoyulub. Görürsünüzmü? Məsələn, biz nədən azaldaq? Temperaturu dəyişdik. Neçə oldu? 21.5. Avtomatik baxın. 21.5 və yaxud da biz temperaturu qaldırırıq ki, 26-ya qədər temperaturu qaldır. Görürsünüz, istiliyi qoşdu. Rəngindən qoşdu. Bu isitmə rejimindədir. Avtomatik 26.5. Dediyim kimi, ağıllı ev sistemi, profesional, düzgün, premium segment ağıllı ev sistemləri istəyirsinizsə, müraciət edə bilərsiniz. Yəni düşünün ki, 3 panel və hərəsində ayrıca funksionallıq və hamısını bir mərkəzdən idarə etmək olur. Hətta proqram təminatı biz tərəfdarı deyilik müştəriyə proqram təminatı haqqında məlumat verməyə. Niyə? Çünki bu bir xidmət deyil. Telefonda proqram təminatı bu olmalı olan bir şeydir. Yəni onu bir müştəriyə məlumat vermək ki, siz telefondan evi idarə edəcəksiniz. Yəni bu bir nonsensdir. Sözsüz ki, o var. Siz əlavə müştəriyə xidmətlər vermək. Məsələn, biz əlavə xidmətlər vermişik. Bir xidmət, iki xidmət, əlavə olaraq funksionallığın içində, hətta əlavə funksiyonallarını biz indi gələcəkdə bura, indidən demirəm, etap-etap görəcəksiniz, hansı funksiyalara daha da əlavə eləyəcəyik. Əgər siz də Connex-lə premium segment ağıllı ev sistemləri istəyirsinizsə, bizə müraciət edin, biz sizə köməklik göstərək və istədiyiniz formada, istədiyiniz segmentə uyğun, amma Connex avadanlıqlarından sizə ağıllı ev təmin edə bilərik.